Bəs siz deyə bilərsinizmi, hansı stereotiplərdir ki, onlar dinlə qarışdırılır? Yəni bizə də din kimi aşılanır, ancaq əslində dində heç belə bir şey yoxdur. Quran-Kərimdə bir ayə var. Orada deyilir ki, tutalım borc alırsınız, borc verirsiniz. Burada nə demək lazımdır? Yazmaq lazımdır, nə bilim, şahid tutmaq lazımdır və s. Orada belə bir qeyd var. Əgər iki kişi tapa bilməsəz, bir kişi və o ikinci kişinin yerinə iki qadın. Bunu adətən belə izah edirlər ki, bir kişinin yerinə iki qadın şahid qismində qeyd olunursa, deməli, kişi qadından nədir? Ağıllıdır. Halbuki biz həmin ayəyə baxanda, ayədə nə var? Ayə deyir ki, bir kişinin yerinə iki qadın olsun ki, o qadınlardan biri unutsa, o biri neynəsin? Ona xatırlatsın. Deməli, burada məsələ nədir? Xatırlatma, yəni yaddaş məsələsi. İndi nəticədə Quran 7-ci əsrdə nazil olub, o dövrün şəraitinə baxmaq lazımdır. O dövrdə qadının sosial heç bir aktivliyi yox idi. Demək olar ki, aktiv olanlar kimlər idi? Kişilər idi. Ona görə həmin dövrdə kişilərin yaddaşının qadınlara nisbət daha yaxşı inkişaf eləməsi bu normal bir şeydir. Bir cəmiyyətdə ki, kişilər aktivdir, onların yaddaş mərkəzi, beyinlərinin yaddaş gücü daha çox olması normaldır və burada bir kişinin yerinə iki qadının qeyd olunması bu da normaldır. Amma bunu gətirib ağılla, zəka ilə əsaslandırmaq bu yanlışdır. Niyə? Çünki beynimizin yaddaş mərkəzi ilə beynimizdə məntiqi qərarlar qəbul etmə mərkəzi